Gəlin bu suala cavab verməyə çalışaq. Sizcə Ermənistanın bugünkü rəhbərləri bir il ərzində ölkənin ziyanına olacaq hər hansı addıma ata bilərlərmi? Məsələn, bir neçə aydan sonra bir kağıza imza atıb deyə bilərlərmi ki, biz Ermənistandan Rus sərhədçiləri çıxarırıq, Rusiya bazasını Ermənistandan çıxarırıq. Bu bizim təhlükəsizliyimizi gücləndirəcəkmi? Türkistan. Bu bizim təhlükəsizliyimizi gücləndirəcəkmi? Türkistan az məlumat verir ki, bu sözləri Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan gələn il keçiriləcək seçkiləri gözləyək ritorikası haqda danışarkən bildirib. Sizcə yaxın gələcəkdə, yəni bir neçə ay ərzində onların qondarma sülh sazişinə imza atma ehtimalı çoxdur, yoxsa azdır? Məncə bu ehtimal yüksəkdir. Bu müqavilədə nə yazıldığını bilirikmi? Bunu heç birimiz bilmirik. Bu razılaşmanın Ermənistan üçün müsbətdən çox mənfi təsirləri olacaqmı? İmzalanma baş tutsa və gələn il müxalifət seçkidə qalib gəlsə bu müqaviləni asanlıqla ləğv edə biləcəkmi? Onda biz özümüzü günahlandırmayacaqmı ki, bütün ili heç nə etməməklə və yalnız onları tənqid etməklə keçirmişik? Çox güman ki, 1, 2 və ya 3 aya Ermənistanın müəyyən hissəsi Tavuşda olduğu kimi Azərbaycana keçəcək. Anklavların qaytarılmasını Sarkisyan bəs o Azərbaycana verilsə və müxalifət qalib gəlsə biz onu geri ala biləcəkmi? Sarkisyan vurğulayıb.